Telegram kanalımızda olan ismi yəlikəli ilə bağlı bu suala baxırıq. A variantında biz women sözünü görürük. Bu söz kökündən dəyişib cəmlənir və kökündən dəyişib cəmlənən isimlərin yəlikəli apostrof S-dən düzəlir. Bu baxımdan A variantı səhvdir. B variantında apostrof S-dən sonra E artikli istifadə olunduğu üçün bu da yəlikəli hesab olunmur. B variantı da səhv. C variantında child sözü təkdə olan isimdir və onun yəlikəli apostrof S-dən düzəlməlidir. Ona görə C variantı da səhvdir. Və D variantında today zaman mənalı sözdür və zaman mənalı sözlərin yəlikəli apostrof S-dən düzəlir. Ona görə D variantı bizdə düzgün cavab olacaq. E variantında isə apostrof S-dən sonra got gəlib, got feildir. Yəni apostrof S-dən sonra biz yəlikəli götürmək üçün gərək ki, orada mütləq şəkildə isim işlənsin və yaxud da sifət isim, say isim ardıcılığı da gözlənilə bilər. E variantında isə bu ardıcılıq ümumiyyətlə gözlənməyibdir. Apostrof S-dən sonra got gəlib, bu has got deməkdir və yəlikəli deyil. Ona görə də bizim burada cavabımız D variantı olacaq. Daha çox suallarla tanış olmaq üçün Telegram kanalımıza abunə ola bilərsiniz.